Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Zəfərli, Fez Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri sizlər üçün iqlim diaqramları və onları təhlil etmiş olacağıq. Görək iqlim diaqramları nədir? Necə öyrənə bilərik bunları? Necə yadımıza saxlaya bilərik? Bilirəm, bir çoxumuzun çətinlik çəkdiyimiz hissələrdən biri də təbii ki, iqlim diaqramları. Yəni onlara diqqət etmiş olaq. Məsələn, birinci hissəmizdə ekvatorial iqlim quşağının iqlim diaqramı var. Biz ilk öncə bilməliyik ki, ekvatorial iqlim qurşağının yağıntıları il boyu bərabər və bol şəkildə olmuş olacaq və temperaturu da bərabər şəkildə paylanmış olacaq. İndi görək burada temperaturumuz necədir? Görürəm ki, temperaturumuz 25 dərəcədən qismən aşağı və nisbətən də çoxdur. Və eyni zamanda yağıntılarımız isə bol və bərabər şəkildə paylanıb. Deməli, bu ekvatorial iqlim qurşağıdır. Məsələn, variantlarda burada iqlim temperatur mənfiyə düşməyib, ona diqqət edirik. Və biz ilk öncə bilməliyik ki, temperatur xəttimiz bu formada olacaqsa şimal yarımkürəsi olmuş olacaq. Şimal. Yox, əgərlər bu formada olacaqsa cənub yarımkürəsində olmuş olacaq. Aşağıda isə aylarımızı verib, yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları. İndi bəzən verir yağıntılar yanvar, fevral aylarında düşür. Məsələn, tutaq ki, burada baxırıq, bu subekvatorialda, düzdürmü? Subekvatorialın yağıntısı yayda düşür. Görürsünüzmü? İyun, iyul, avqust aylarında sütunlar daha hündürdür. Deməli, yayda düşdü. Amma digər aylarda nədir? Sütunlarımız daha aşağı. Deməli, nədir? Qışı quraqdır. Temperatur xəttimiz 20-30 dərəcə arasında dəyişirmi? Dəyişir. Temperatur mənfiyə düşmür ki? Düşməyəcək. Deməli, bu hansı iqlim diaqramıdır? Subekvatorial iqlim qurşağının iqlim diaqramıdır. Məsələn, burada tutaq ki, mülayim dəniz. Mülayim dənizi deyirik ki, qismən yağıntılar bərabər şəkildə olur. Düzdür? Və eyni zamanda temperaturumuz necə dəyişir? Minimum 1-3 dərəcə, maksimum 16-18 dərəcə. Görürəm ki, minimum 1-3 dərəcəyə qədər gəldi. Maksimum 16-18 dərəcəyə qədər gəlirmi? Gəlir. Və yağıntıların nisbətən bərabər şəkildə paylanırmı? Və 800-1000 mm aralığında deyirikdə yağıntıları, düzdürmü? Bu formada diqqət yetirmiş oluruq. Siz iqlimə aid olan çox möhtəşəm qeydlər istəyirsinizsə 055 949 66-30 nömrələrinə yazırsınız. Mütləq şəkildə mən göndərmiş oluram sizə. Eyni zamanda bizim xəritə sxem tapşırıqlar toplumumuzda var ki, həmin xəritə sxem tapşırıqlar toplusunda da bütün iqlim diaqramları yer alıb, onlara da baxaraq tapmış ola bilərsiniz. Tam şəkildə öyrənərsiniz. Sonra məsələn, burada mülayimin kontinentalına baxırıq. Mülayimdə bir kontinental tipi var, yəni kəskin kontinental. Bir də var mülayim kontinental. Mülayim kontinentalın yağıntısı yayda düşür və temperaturu nisbətən -10-a qədər gəlir. Və maksimum temperatur isə 17-18 dərəcə, 20 dərəcə qədər yağılır. Yağıntısı 500-600 mm şəklində olur, görürsünüzmü? Mən buna subarktik deyə bilmərəm. Niyə? Çünki subarktikdə daha -20-yə qədər gələcək. Kontinental tip deyə bilmərəm, kəskin kontinental. Niyə? Çünki onun yağıntısı 604 mm qədər olmayacaq. Subtropik kontinental da deməyəcəm, çünki onun da yağıntısı qış aylarında düşəcək. Sonra məsələn, burada baxırıq, mülayimdə kəskin kontinentalda -20-yə qədər gəlib, maksimumda -20-dir, yağıntısı da azdır, yayda düşüb çox az şəkildə. Burada buna diqqət edəcək. Mülayim musson. Buna mən subtropik mussonla mülayim mussonu qarışdırmayacaq və subekvatorialla da mussonu qarışdırmayacaq. Subekvatorialda temperatur mənfiyə düşməyəcək. Subekvatorialda mənfiyə düşməyəcək. Subtropik mussonda da mənfiyə düşməyəcək. Deməli ilə nə olacaq bu? Mülayim mussonu olmuş olacaq. Yəni iqlim diaqramlarından yayda yağıntısı 1200 mm düşən musson var. Mülayim musson, subtropik musson və subekvatorial. Subekvatorial və subtropik mussonda da temperatur mənfiyə düşməyəcək. Məsələn, burada Aralıq dənizi ən məşhur və möhtəşəm iqlim diaqramlarından biridir Aralıq dənizi. Aralıq dənizi iqlim tipinin yağıntısı qış aylarında düşmüş olacaq, görürük. Görürsünüzmü? Yanvar,
fevral, mart, daha doğrusu yanvar, fevral və dekabr aylarında düşür. Temperatur da mənfiyə düşmür. Yəni bu diaqramımızı əzbər biləcəyik. Qəbul imtahanında görmüş olacaqsınız. Subtropikın kontinentalına baxırıq. Subtropikın kontinentalında yağıntılar əsasən harda düşür? Bayaq demişdik, qış aylarında düşəcək və temperaturumuz da mənfiyə düşmüş olacaq. Buna da diqqət yetirəcəyik. Subtropikın musonunda temperaturumuz 0-a qədər gəlir, amma mənfiyə düşməyəcək. Yağıntımız da nə qədər olacaq? 900-1000 mm və yay aylarında düşmüş olacaq. Sonra subtropikin bərabər yağıntısı. Subtropikin bərabər yağıntı tipi yalnız cənub yarımkürəsində olacaq və bərabər şəkildə yağıntıları olmuş olacaq. Görürükmü? Və temperatur da mənfiyə düşməyəcək. Burada Avstraliyanın cənub-qərbində, daha doğrusu cənub-şərqində, Afrikanın cənub-şərqində, Cənubi Amerikanın cənub-şərqində, Tasmaniya və Yeni Zelandiyadaların şimalında subtropikin bərabər yağıntılı tipi mövcud olmuş olacaq. İqlim diaqramlarını əsasən bu formada təhlil etmiş oluruq. Daha çox da testlərdə işləyərək, daha çox da üzərində nə qədər çox işləsəniz, bir o qədər tez yadınızda qalacaq, bir o qədər daha tez əzbərləmiş olacaqsınız. Nə sualınız da olsa mütləq şəkildə bildirin və mütləq yazın ki, sizə iqlimin qeydlərini göndərmiş olum. Sağ olun, gələn video izahlarımızda görüşmək ümidi ilə.